Mühterem Müslümanlar, bugün Cuma günü ve mübarek Ramazan ayının 28. günüdür. Ve bu şerefli aydan tutacağınız yalnız bir veya 2 günün orucu kaldı. Yani sabah vacip olarak oruç tutmalısınız. Çünkü sabah Ramazanın 29'udur. Sabahki oruçla hele Ramazanın 29. günü tamamlanmış olur. Lakin ondan sonra birisi gün oruç tutup tutulmaması belli değil. Ve bu sabah akşam belli olacak inşallah. Eğer sabah 29'u ayın 29'u sabah akşam ay görsənsə o yerlerdeki ay izlenilir. Mötəbər olan 2 nəfər Müslüman tərəfindən bildirilsə ayın görsənilməsi və bu bizə səhih yollarla nəql olunsa ayın görsənilməsi və artıq o deməkdir ki növbəti gün bayram günü. Yani eğer sabah ay görsənsə birisi gün ayın 30'u bayram günü. Ama ay görsənməsə sabah o deməkdir ki birisi gün orucu. Sabah ay görsənməsə birisi gün ayın 30'u orucu ve 31'i ise o zaman bayram olacaq. Ve buna esasen de eğer sabah ay görsənsə artıq sabahdan etibarən təravih namazları qılınmır. Sabah ay görsənsə akşam sabahdan etibarən təravih namazları qılınmır. Çünkü həmin gecə artıq Ramazanın gecəsi sayılmır. Həmin gecə Şaban ayının gecəsidir. Ve bütün bu dediklərimiz, bu təqrir hamısı Allah Resulü sallallahu aleyhi ve sellemin hədislərine əsasəndir. Allah Resulü buyurur sallallahu aleyhi ve sellem Sumu li ru'yetihi ve aftiru li ru'yetihi fe in humne aleykum feqduru leh. Deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem ayı gördüğünüz zaman oruç tutun ve ayı gördüğünüz zaman orucu açın ve eğer görebilmeseniz, hava bulutlu olsa, müəyyən mani olsa, o zaman təqdir edin. Ve bir rivayette de gelip 30'dan, yani ki, eğer başlangıçtırsa təqdir edin, Şəvval ayını 30 gündən. Eğer sonluqdursa, Ramazanın çıxması təqdir edin, Ramazanın günlərini 30 gündən. 30 gündən. Və dediyimizə əsasında sabah Ramazanın 29. günüdür. Eğer sabah ay görsənsə 29 gün olarak tamamlayacaq orucu. 30. gün artıq o 30. gün sayılır. Şabanın biridir, həmin günü bayramı. Və hər bir halda qardaşlar son günlərin bu orucunu gözəl tutmağa çalışır. Son günlərin bu orucunu 1 veya 2 gün fərq etməz. Zikirlerle, dualarla, Kur'an okumakla keçirmeye çalışın. Ve Allah'tan qəbul olmasını isteyin. Yani təsavvür edin, eğer senin sevimli bir insan, sana en yakın olan bir insan, bilsen ki sabah artık uzun müddetli bir sefere çıxar. Ve bir de sen onu 1 ildən sonra görəcəksən. O sonuncu gün necə münasibət qurarsan onunla? Eləcə də bu Ramazan ayı sanki bir səfirdir Allah Subhanahu Taala tərəfindən və bizdə olanları artıq Rəbbinə qaldıracaq. Səfirdir, artıq müsafirdir və vidalaşır sizinlə. Ona görə bu son günləri istiğfarla, zikirlərlə
keçirməyə çalışın. Və şək yoxdur ki, bu Ramazan ayı belə tez gəlib keçməsi hər bir müminin üzüdür. Çünki Ramazan ayında sən Rəbbinə yaxın olursan, namazlarla, zikirlərlə, dualarla, Quran oxumaqla və sən məsciddə olursan və müsəlmanlarla bərabər olursan, sıx münasibətdə olursan və bərabər şəkildə yardımlaşırsan, bütün şəriətin məqsədlərindən bunların hamısı. Lakin Ramazan artıq bitəndən sonra bu şeylər get-gedə görürsən ki, zəiflər və bu da müminin üzüdür. Və sonra, əziz qardaşlar, bu Ramazanın sonlarında dinimiz bizə iki gözəl salih əməlləri tövsiyə edir. Və bu əməllər də Ramazanın sonluğu olaraq edilən Ramazanın son əhkamlarındandır. Son əhkamlarındandır. O iki əməl də fitrə zəkatı və həmçinin bayram namazıdır. Fitrə zəkatı və bayram namazı. Fitrə zəkatına gəldikdə, bu hər bir müsəlmana çıxarılması vacib olan bir əməldir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Abdullah ibn Abbas deyir radiyallahu anhu, farada Rasulullah sallallahu aleyhi ve sellem zekâtel fıtri tuğratan lissâni minel rafasi vel lehvi ve tuğmeten lil mesakin. Der ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem fitre zekatını oruç tutanın əbəs şeylərdən və pis sözlərdən təmizlənməsi olaraq bir də miskinlərə yemək olaraq vacib edir. Fitrə zəkatını oruç tutanın əbəs şeylərdən, pis sözlərdən təmizlik olaraq. Yəni sən bu Ramazan ayı boyunca o xətalar, o naqisliklər, o lazımsız boş əməllər və sözlər ki etdin, o şeydən təmizlik olaraq. Fitrə zəkatı görür, sənin üçün təmizlik olaraq. Eyni zamanda miskinlərə, ehtiyacı olanlara da yemək, qida məhsulu olaraq. Hətta onlar da müsəlmanlarla bayram günü sevinsinlər. Bu da şəriətin adiliyini göstərir. Hətta belə bir durumda müsəlmanlar ehtiyacı olanları unutmurlar. Ehtiyacı olan müsəlman qardaş və bacılarını heç vaxt unutmurlar və onları tərk etmirlər. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor, farada Resulullah sallallahu aleyhi ve sellem zekatel fitri sa'an minel tamri sa'an minel şa'ir ala kulli zekeri vel unsa vel hurri vel abdi vel kebiri vel sagiri minel muslimin. Der ki bu hadiste Allah'ın Resulü fitre zekatını Müslümanlardan olan, bu qeyd mühümdür, Müslümanlardan olan her bir kişiye, kadına, köləyə, azada, her bir böyüye ve her bir kişiye bir sağ miqdarında vacib etdi. Bir sağ miqdarında xurmadan və yaxud arpadan, çünki o vaxt onların yemək növü o idi, vacib etdi. Deməli, əvvəla fitrə zəkatı bir günlük özünün və ailəsinin bir günlük yeməyindən artıq kimin yeməyi varsa, artıq vacibdir ona. Şərt deyil ki, fitrə zəkatı çıxartmaq üçün sənin cibində pulun olsun. Evində 3 kilo düyün varsa, 3 kilo hər hansı bir ərzaq növündən bir şey varsa, həmin ondan sən fitrə zəkatı çıxarda bilərsən. Odur ki, əvvəla fitrə zəkatı vacibdir. Hər bir kəsə, müsəlman. Yəni fitrə zəkatı əgər sənin öhdəndə olanlara adam başı olaraq 3 kilo miqdarında çıxardacaqsansa, bu yalnız müsəlman olanların əvəzindən
çıxardılan bir vacib əvəz deyil. Və bunun vaxtı isə əziz qardaşlar, fitrə zəkatını mütləq bayram namazından öncə çıxartmalısın. Yəni bayram namazından sonra çıxartılması icazəli deyil. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Men əddəhə qablə salati fəhiyyə zəkatun məqbulə və men əddəhə ba'də salati fəhiyyə sadaqatun minəs sadaqat." Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, eğer kim fitrə zəkatını namazdan önce versə, bu qəbul olmuş bir zəkatdır. Kim bayram namazından sonra versə, bu sadəcə bir sədəqədir. Bu onu göstərir ki, zəkat sədəqədən üstündür. Yəni bu an, bu bayram, bu son günlərdə çıxarılan bu fitrə zəkatı o edilən sədəqələrdən daha üstündür. Çünki fitrə zəkatı vacibdir. Hər bir müsəlmana vacibdir. Və o şəxslərin ki, heç bir şey yoxdur fitrə zəkat çıxartmağa. İmkanı yoxdur. Hətta evində olacaq bir günlük yeməyi belə yoxdur. Lakin ona ki, fitrə zəkatı veriləcək, həmin o fitrə zəkatı, yığılan fitrə zəkatından onun özü də çıxartmalıdır. Və yaxud onun özü də çıxarda bilər. Artıq onun haqqında vacib deyil, amma artıq çıxarda bilər. Və fitrə zəkatını qardaşlar, bayram günündən bir gün və yaxud 2 gün öncə çıxartmaq icazəlidir. Eğer birisi gün bayramdırsa artıq bu gündən yəni çıxartmaq olar. Lakin nə qədər çox ertələrsə, bayram gününə yaxın, hər nə qədər çox yaxın olsa fitrə zəkatını çıxartmağınız bir o qədər daha yaxşıdır. Odur ki, sabahdan etibarən inşallah bu zəkatı, bu vacib əməli etməyə, yəni ödəyə bilərsiniz, çıxarda bilərsiniz. Və sonra dediğimiz ikinci bir əməl, əziz qardaşlar, bu Ramazan mühtəşəm ayın sonluğu olaraq, o da bayram namazıdır. Bayram namazı. Bayram namazı İslamın şiarlarındandır. İslamın büyük bir ayinlərindəndir. Bayram namazı müsəlmanların birliği ve beraber olmalarının, müsəlmanların güclərinin izharıdır. Bayram namazı hətta Allah Resulü sallallahu aleyhi ve sellem kadınlara belə bu namaza çıxmağı əmr etmişdir. Baxmayaraq ki, Allah Resulü sallallahu aleyhi ve sellem kadınlara fərz namazlarını evlərində qılmağı tövsiyə edir. Və bildirir ki, qadının ən xeyirli namazı onun evində qıldığı namazdır. Amma bayram namazına gəldikdə isə əmr edir ki, bayram namazına gəlmələr. Bunu göstərir ki, bayram namazının dindəki məqamı olduqca böyükdür. Ona görə çalışın, özünüzü bu xeyirlərdən məhrum etməyin. Və Allahın izni ilə bayram namazı burada sabah, səhər saat 8-də qılınacaq inşallah. Allah subhanahu ta'ala bizləri bütün xeyirlərə müvəffəq etsin. Allah azze ve celle bu ayda törətdiyimiz xətaları bizə bağışlasın. Allah subhanahu ta'ala etdiyimiz bütün əməlləri qəbul etsin. Barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi min al-ayati və zikril hakim. أقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم.